Salam, hörmətli tamaşaçılar. Məclis Ünsun bugünkü söhbətində xoş gördük sizləri. Biz hardasa bir neçə ay bundan əvvəl Azərbaycan şeirinin ləfsi gözəlliklərindən və məna gözəlliklərindən bir neçə verilişdə söhbət edik. Və keçən verilişimizdə də Azərbaycan poetik dilinin, yəni musiqiliyindən söhbət açdıq və doğrudan da yəni o bir geniş bir mövzudur. Çünki onun içində fəsillərə bölünsə, əgər çox şaxəli söhbətlər var o mövzuda. Söz vermişdik ki, o haqda, o verilişin davamı olaraq, yəni o istiqamətdə yenə də müəyyən söhbətlər edəcək. Və bugün də Azərbaycan şeirinin qafiyəsindən və rədifindən istərdik ki, bir balaca söhbət edəcək. Bilirsiniz ki, şeirin canı qafiyəsindədir və qafiyə ilə rədifin uzlaşmasındadır. Gözəl şeir onda alınır ki, qafiyə yerində işlənir və qafiyə ilə tamamlanan fikri rədif tamamlayır. Poeziyanın forma gözəllikləri arasında qafiyə çox aparıcı yerlərdən birini tutur. Əslində şeiri şeir eləyən də elə qafiyədir. Nəsrdə də qafiyə işlənir. Məsələn, orta əsrlərin nəsri qafiyəli nəsr olub. Ona səc deyiblər. Müasir dövrdə də mənsur şeirdə, məsələn, yəni nəsrlə yazılmış şeirdə qafiyədən geniş istifadə olunur. Və bu onu göstərir ki, qafiyə təkcə poeziyada deyil, ümumiyyətlə ədəbiyyatda o forma gözəlliklərini yaradan amillərdən biri kimi çox işlənən bir elementdir. Qafiyə təkcə şərq poeziyasında deyil, həm də qərb poeziyasında, Avropa poeziyasında, Rusiya poeziyasında geniş yayılmış elementdir. Və qafiyənin ritmika yaratmasının sübutlarından biri kimi onu da demək olar ki, elə qərb dillərində qafiyəyə ritm deyirlər. Yəni ruslar bunu rifma şəklində deyirlər. O Yunan dilində t, rus dilində f-ya keçdiyinə görə ritm rus dilində rifma olub və rifmada yəni ki, o qafiyə o şeirin ahəngini, şeirin səslərinin ritmikasını, səslərinin düzülüşünü və bu düzülüşün oxucuda, dinləyicidə yaratdığı estetik zövqün demək təsirinə uyğunlaşıbdır. Təsadüfi deyil ki, hələ çox qədim zamanlardan qafiyə haqqında elm meydana çıxıbdır. İndi onu bizim professor daha geniş izah edəcək. Ancaq mən onu demək istəyirəm ki, məsələn, ərəb poeziyasında cahillik ədəbiyyatının materialları əsasında elə birinci Xəlil İbn Əhməd, Əl-Əxfaş və bu cür alimlər qafiyə haqqında elm meydana çıxarıblar və bizim böyük alimimiz, 11-ci əsrin böyük alimi Xətib Təbrizi də bu haqda bir traktat yazıbdır. Həmin traktat demək Kitab Əl-Kafi, Fil Əruz vəl-Qəvafi, yəni əruz və qafiyələr haqqında kifayət edən bir kitab. Bizim professor Qayli Allahverdiyev onu Azərbaycan dilinə tərcümə edibdir və Azərbaycan dilində həmin kitab çapdan çıxıbdır ki, bu kitab bizim nəzəriyyə, ədəbiyyat nəzəriyyəsi, nəzəriyyə elmimiz üçün böyük əhəmiyyət kəsb edən bu ilkin qaynaqlardan biridir. Qafiyənin müxtəlif növləri, yəni o elm ədəbiyyatda özünü göstərir. Amma onu da qeyd eləmək lazımdır ki, ərəb şeirindəki qafiyə ilə fars dilli ədəbiyyatdakı qafiyə öz aralarında müəyyən fərqlərə malikdir. Və təkcə bu yox, türk şeiri də qafiyədə müəyyən fərqlər kəsb edib ki, mənə elə gəlir ki, qafiyə elmi haqqında yeni bir, daha samballı bir Azərbaycan dilində, yəni traktat yazılmalı, türk dilində traktat yazılmalı və türk şeirinin o qafiyə sistemi, türk şeirinin rədif sistemi haqqında orada tədqiqat aparılmalı və türk şeirinin o nailiyyətləri, poetik nailiyyətləri ümumiləşdirilməlidir. Qafiyə əslində demək ilkin o tərifə görə sözün sonundan əvvələ doğru bir neçə hərfin misralarda üst-üstə düşməsi, uyğun gəlməsidir. Yəni bu çox maraqlıdır ki, həmin demək hərflərin
adları da var ki, onları məncə bizim professor daha ətraflı təqdim edəcək. Və bu onu göstərir ki, qafiyə haqqında elm bir növ o riyazi dəqiqliklə işlənmiş bir elmdir. Yəni buna çox böyük diqqət verilib. Ümumiyyətlə ərəb klassikasında istər poetika elminə, istər qrammatikaya çox böyük önəm verilibdir və bu haqda çox samballı əsərlər yazılıbdır ki, biz bunun sonraki ənənəsin fars dilli şeirin ümumiləşdirməsi demək praktikasında görürük. Rədif qafiyədən sonrakı təkrar olunan sözdür. Yəni hər misrada, məsələn qəzəl sistemini götürsək, qəzəlin birinci mətlə beytində qafiyədən sonra təkrar olunan sözdür və sonrakı misralarda, ikinci misralarda təkrar olunan sözdür. Və maraqlıdır ki, rədif haqqında müxtəlif fikirlər var orta əsrlərin poetika elmində. Bəziləri qafiyənin özündə rədif hesab edirlər, bəziləri qafiyə ilə rədifi fərqləndirirlər. Bəziləri bir sözün rədif olması haqqında fikir irəli sürürlər, bəziləri bir neçə sözün rədif ola biləcəyi haqqında fikirlər irəli sürürlər. Və o da maraq doğurur ki, ilkin ərəb poeziyasında rədif olmayıbdır. Yəni bu haqda məlumat da olmayıbdır. Amma rədif fars dilli poeziyada praktikadan keçirilibdir və sonradan bu fars dilli poeziyanın ənənələri əsasında ərəb poeziyasında da rədif meydana gəlibdir. Və rədifin dedik ki, bir sözdən ibarət ola bilər, bir neçə sözdən ibarət ola bilər. Məsələn, Nəsiminin çox maraqlı bir şeiri var. 4 söz rədifdir burada. Məsələn, deyir ki, 100.000 cəfa qılsam mənə, mən səndən üz döndərmənəm. Canım fəda olsun sənə, mən səndən üz döndərmənəm. Burada qafiyə, yəni mənə, sənə sözləri qafiyələnir. Ondan sonra gələn 4 söz rədifdir. Mən səndən üz döndərmənəm. Və bu şeirə xüsusi gözəllik gətirir. Bunu alimlər də təsdiq edirlər ki, şeirə xüsusi effektivlik gətirir, emosionallıq gətirir, onun təsir gücünü artırır və vurğunu, o bədii vurğunu, poetik vurğunu məhz o rədif olan sözün üzərinə salır. Bu rədiflə bağlı daha çox fars dilli poeziyada yayılmış bir fiqur haqqında da mən istəyirəm məlumat verəm. Bu da həcibdir. Yəni həcib, rədif əgər qafiyədən sonrakı təkrar olunan sözdürsə, həcib ya hacib qafiyədən əvvəl təkrar olunan sözdür. Məsələn, o Füzulinin Leyli Məcnununda baqi edən adəmi xələfdir, övladsız adəmi tələfdir. Xələfdir, tələfdir burada qafiyələrdir. Ondan əvvəlki adəmi sözü isə təkrar olduğuna görə bu, yəni Azərbaycan türk dilli poeziyada çox az işlənən bir fiqurdur. Daha çox fars dilli poeziyada bundan istifadə olunubdur. Və mən bir daha demək istəyirəm ki, bu şərq şeirinin o poetik gözəlliklərini yaratmaqda qafiyənin, rədifin və başqa onlara bənzər fiqurların çox böyük əhəmiyyəti var. Hətta sərbəst şeirdə də qafiyənin çox böyük əhəmiyyəti var. Və burada qafiyə o yerinə görə fərqlənir. Əgər tutaq ki, qəzəldə onun konkret yeri varsa, sərbəst şeirdə bunun konkret yeri yoxdur. Məsələn, 6 misradan sonra da ola bilər, növbəti misrada da ola bilər qafiyə və bir neçə misradan sonra da ola bilər. Sözün içində məsələn tutalım məhəbbət sözü ilə ədalət sözü. Birinci saytla, bir qalın saytla. Bir var ismət, bir var adət. Bunlarda yəni biri burada da ögey doğma məsələsi var. İşlədiblər, işlədməyinə. Yaxşı da eləyiblər, işlədiblər. Gözəl şeir nümunələri yaradıblar. Amma o bir qələt-i məşhur deyilən bir söz var. O qələt-i məşhurdur. İcazə verilir. Verilməsə, məsələn, bizim belə söhbətlərdə istinad nöqtəmiz Füzulidir də. Ora əsaslanır. Füzuli özü də belə bir şey, belə zətlər işlədib, qafiyələr işlədib. Hətta yəni sözlərin kökləri eyni olmayan sözləri o cür sözlər var, qəbul olunubdur. Xüsusilə fars dilli poeziyada. Onlara məsəl şəkilçi artırmaqla, məsəl olsaydı məndəki qəm Fərhad-ı müftəladə bir ahilən verərdi min bir üstunu badə. Burada baddır sözün kökü, külək. Bəli. Orada müftəla. Bəli. Da şəkilçisi ilə, A şəkilçisi ilə qafiyələndirir. Bu cür qafiyələr də var. Bir cür də qafiyələr var ki, məsələn, qafiyə
sifətdirsə, sifətlə də olmalıdır hamısı. İsimdirsə, isimlə olmalıdır. Feildirsə, feillə olmalıdır sözün axırına qədər. Yəni şeirin axırına qədər. Əfsuslar olsun ki, orada da yəni dəyişikliklər olur. Amma hardasa alimlərin nəzəri ilə onlara icazə verilir. Bəzi hallarda icazə verilir. Tərlan müəllim sözünün əvvəlində qeyd edir ki, ola bilər bir söz işlədəsən və yaxud uzağı da iki söz. Amma ümumiyyətlə bütün yaradıcılığı buzur qurasan, o şairin nöqsanı. Məsələn, deyirsin, müftəvadə, badə, belə. Görürsünüzmü? Çətindir. Qafiyənin nəzəriyyəsi bir qədər genişlənməlidir, yəni əlavələr olmalıdır. Yəni işlənməlidir, işlənilməyib. İki Füzulidən danışdıq. Tutaq ki, pəmbəyi, dağı, cünun, nisrə, nihandır bədənim. Diri olduqca libasım budur ölsəm, kəfənim. Kəfən, bədən, ən, rəvidir və ilə axıra. Belə, yəni bütün şeirlərini belə təhlil eləmək olar və ərəb-fars mənşəli sözlərdən istifadə edir Füzuli. Orada heç bir problem yoxdur. Amma bayaq dediyim kimi gəlin görək türk mənşəli sözlərdən, xalis öz ana dilimizin sözlərindən istifadə edib qafiyələr yaradıb və elə şeirləri var, elə qəzəlləri var ki, mən təqribən dünən axşam oturdum, divanı bir də vərəqlədim və 5-6 qəzəl tapdım ki, ancaq sırf türk mənşəli sözlərlə həmin qəzəllər qafiyələnib. Və burada baxırıq ki, həmin normalara qətiyyən sığmır. Deyir ki, kühkən kün deyiləmiş min tişəni bir dağ ilən, mən qoparıb salmışam min dağı bir dırnaq ilən. Elədirmi? Dağ, dırnaq, sonra torpaq, ortaq, uçmaq, sağ burada qoruya bilib. Amma elə yer var ki, məsələn deyir, hamımız... Orada da uçmaqla dağ görürsən, başqa-başqa yəni tərkibi. Yəni tərkibi var. Yəni heç olmasa bir balaca çalışıb əməl eləsin, qorusun. Amma məsələn var ki, tutaq ki, burada da biraz qoruyub. Sağıya, cam tutal aşıqa kim qayğuludur. Qayğı çəkməyinə üçün cam ilə aləm doludur. Təlxi göftarsız olmaz ləbiyar ey aşiq. Çox həvəs eyləmə ol şərbətə kim ağuludur. Bunca kim kuhi sifət başıma daşlar urulur. Didə yeybəxtim oyanmazına ağır uyğuludur. Dalı qafiyələr doludur. Qapuludur, suludur. Nərgizin fikri Füzuli, gözü könlündə gəzər, tutar ahu vətər ol yerdəki otlu suludur. Yəni bax, bu ancaq türk mənşəli sözlərdəndir. Deyir, qəmindən başa dün həsrət əli ilə ol qədər vurdum, küsüb olunca mürdə cismimi torpağa tapşurdum. Tapşurdum, vurdum, sonra aşurdum, sordum, oturdum, durdum, inandırdım. Yəni, bu da inandırdımdır. İnandırdımdır yəqin ki, bəli. Bax, yəni bu qədər orijinal qafiyələrdir. Qafiyənin estetik funksiyasından danışırıq, amma qafiyənin vacib funksiyalarından biri də maarifçilik funksiyasıdır. Yəni insan psixikasını inkişaf elətdirmə, insan yaddaşını inkişaf elətdirmə funksiyasıdır. Buna görə qafiyəli söz yadda daha yaxşı qalır. Bəli. Yəni uşaqları tərbiyələmək üçün onların psixikasını, ona görə də şeir əzbərləmək mümkündür, nəsil yox. Əzbərlətmək üçün, inkişaf elətdirmək üçün qafiyəli sözdən, şeirdən istifadə edirlər ki, bu daha yaxşı yadda qalır, o vəzinli söz, qafiyəli söz daha yaxşı yadda qalır və təsadüfi deyil ki, orta əsrlərdə bütöv lüğətlər qafiyə ilə yazılıbdır. Bəli. Ki, onu əzbərləmək asan da olsun. 13-cü əsrdə bizim bir alimimiz var, Hüsaməddin. Töhfə-i Hüsam. Lüğətlə yazılır. Farsça, türkçə lüğət edir. Xuda tanrı, təvangir, mənisi bay, işə buyruq edici, kari fərmay. Görürsünüzmü? Bay, fərmay, lüğətdir. Hətta professorun yadında qalıb, görürsünüz. Yəni o qədər 13-cü əsrdə bizim ilk anadilli lüğətlərimizdən biridir. Farsça, türkçə, farsça lüğətdir və qafiyə ilə yazılıb, mənzum yazılıb və görürsünüz yadda qalır. Və onun yadda qalması, yəni deyirəm, yadda qalması əsas səbəblərindən biri qafiyənin məhz musiqillik yaranmaq xüsusiyyətidir. Qafiyənin xüsusilə şərq şeirində mətnşünaslıq işində çox böyük əhəmiyyəti var. Vəznin də Teymur müəllim. Vəznin şübhəsiz, amma qafiyənin də çox böyük əhəmiyyəti, rədifin böyük əhəmiyyəti var. Bəli. Yəni sən əgər mətn pozulubsa ya təhrif olunubsa, o qafiyənin köməyi ilə, rədifin köməyi ilə onu bərpa edə bilərsən. Düzgün qafiyə qanunu köməyi ilə edə bilərsən. O bayaqlar Füzulidən dediyimiz o qəzəl ki var idi. O qəzəlin bir başqa xüsusiyyəti də var ki, doğrudan heyrətamiz xüsusiyyəti var onun. Orada həm daxili qafiyələr var, həm də sözlər bəhrlə elə bölünüb ki, o sözün
bir hecası bu sözə qarışmır. Bu sözün bir Məfailün, hecası məfailün, bəli. məfaillər hamı yəni Ayrı-ayrı, öz öz yerindədir. Hətta onu deməli bu qəzəl adətən deyək ki, 4 məfaillə də məni candan usandırdı, cəfadan yar usanmazmı? Hətta Fuad Köprülüdən gəlir və Əkrəm müəllim də o fikirdədir ki, bunlar iki məfailünlüdür. Bir məsələni də qeyd edeyim və İmran müəllim şeiri oxudu Aşıq Ələsgərdən və çox bu misalların sayını mən də Füzulidən oxudum türk dilli şeirdə, qafiyədə və gördük ki, yenə də deyirəm ki, qafiyənin normaları pozuldu. Və bu bizim dilimizin musiqilliyidir, gözəlliyidir ki, heç bir çərçivəyə sığmır. Və hətta o şeir mənim tam yadımda deyil, yəqin siz mənə kömək edərsiniz. Sabirin bir dənə gözəl bir əsəri var, deyir, qış ha qış. Uffa uf. Yəni baxırsan ki, əslində səs uyğunluğu yoxdur burada. Amma həmin bu sözlərlə, bu assosiasiyalarla elə şey yaradıb ki, və oxucu onu qafiyə kimi qəbul edir. Yox, qafiyədən onu rədif verib. Dəyişən rədif. Dəyişən rədiflərdir. Ondan qabaq qafiyə adətimiz daş idi dava günü. Pullardır, əldə sapan. Hər misranın öz məzmunu var. Məzmuna uyğun da rədif. Hər kimə dəysəydi, edərdi həman. Bir neçə gün fəğan, fəğan, sapan. Mərhəm olurdu, sağalırdı yara. Əldə qalırdı yenə can, sapa. Bir şey Hacı demək istəyirəm. Klassik ədəbiyyatımızda ən çox işlənən janrların biri müstəzad janrıdır. Çox özünə məxsus Hacı. Burada özünə məxsus qafiyə quruluşu həddən artıq maraqlıdır. Yarım nə gözəl geyinib, əlvan bəzənibidir. Balapuşu yaşıdır. Birinci misra 14 hecadan ibarətdir. İkinci isə buna biz şərt olaraq yarım misra deyək. İki bəhirdə işlədir. Məf'ulu, məfaili, məfaili, fəulun, məf'ulu, fəulun. Gülşəndə sanarsan, gülü xəndan bəzənib. bəzənib. Xurşidə müqabil. Sübhi duruban cilvə verir iki yanağa, dünyaya salır nur. Bir hüsnü bədi tələbi, tələti taban bəzənibdir. Xoş rövnəqi kamil. Burada indi kamil sözü birinci beytdəki o yarım misra ki var idi, oynan həm qafiyədir. Lakin burada ikinci misra, birincinin ikinci misrası ilə həm qafiyədir. Müstəzadan bir neçə cür forması var, növü var. Çox rəngarəng növləri var və bundan Hacı nəyi tələb edir? Sənətkardan o qədər həm o dediyimiz söz ehtiyatını, həm o demək bəhri yaxşı bilməyi, həm bir sözü yeri-yerini işlədə bilməyi və bunların hamısı da bərabərdir. Həqiqətən də musiqilliyin yaranması. İmran müəllim, burada bir məsələ var ki, bu verilişdə sizə çalışın qafiyə haqqında ibtidai bir məlumat verək və ibtidai elementlərindən danışırıq. Yəni qafiyənin problemləri çoxdur. Və buradan mən bir məsələni də Hacı demək istəyirəm və bununla da hələ ki fikrimi qurtarmaq istəyirəm. Maraqlı həm xatirəni danışmaq istəyirəm, həm bir maraqlı fikir demək istəyirəm. Bu günləri mən qafiyənin nəzəri əsaslarını öyrənəndə Əkrəm müəllim qayıtdı mənə ki, öyrəndin, oxudun. Dedim, öyrənirəm də yavaş-yavaş. Yəni eyni zamanda onu da xatırladım ki, Əkrəm Cəfər deyirdi ki, qafiyə bu poetika elmi içində ən incəsidir, ən mürəkkəbidir, ən çətinidir. O dedi ki, onda indiki öyrəndim, mən sənə bir sual verirəm. Bu dağlar ulu dağlar. Çeşməli sulu dağlar. Burada bir qərib ölmüş, göy kişilər bulu dağlar. Görüm, sən bu qafiyəni, həmin öyrəndiyin qafiyə nəzəriyyəsi əsasında təhlil edə bilərsənmi? Təhlil elə. Yəni, həqiqətən də bunu təhlil etmək olduqca çətin şeydir. Yəni, burada rəvi məsələsi dəyişir. Rəvi bu misradan o misraya, o misradan o misraya keçir. Bizim amma dilimiz, ana dilimiz, dilimizin gözəlliyindən, musiqisindən danışırıqsa, bax, bizim dilimiz bu cür şairlərimizə imkan verir ki, bu cür poetik fiqurlar, bu cür gözəlliklər, bu cür sənət nümunələri yaratsın. Doğrudur, indi qafiyədən müəyyən qədər danışdıq, amma Tərlan müəllim demişkən, heç onu yəni biz araşdırmadıq, araşdıra bilmədik. Ümumi bir məlumat idi, verdik. Hələ şeirlərimizdə hələ rədif qafiyələr var ki, qafiyə rədifin köküdür. Bir əhd və sən etmədin eybi vəfa, vəfa. Rədif də dəyişir, qafiyə də dəyişir. Yəni burada həm iki qafiyəli söz var, həm iki rədifli şeirdir, həm qafiyə rədifin köküdür və ilə axır, yəni bu danışılmalı bir mövzudur, adicə bir qəzəl. Çoxuna da məclisin janrı imkan vermir. Yəni ki, bu cür mürəkkəb məsələləri birdən-birə tamaşaçılara təqdim etmək çətindir. Heç rədifdən danışmadıq ki, rədif bir söz olur, iki söz olur, elə rədif var, bir misra olur, məsələn, mürəbbeylərdəki sonuncu misralar rədif rolunu oynayır, tərkib bənddəki iki misralar, bir beyt rədif rolunu oynayır və ilə axır hələ bunlardan söhbət aça bilmədik, vaxt qoymadı ki, söhbət açıq. Amma hər halda
müəyyən qədər də olsa biz bu dərin elm haqqında qısa da olsa, ümumi də olsa bir anlayış verməyə çalışdıq. Gələn söhbətlərimizdə hörmətli tamaşaçılar, yəqin ki, bu mövzuya yenidən qayıdarıq və o Tərlan müəllimin saydığı o hər hərfin öz adı, bölünmələri filanları, yəni o haqda da yəni biraz geniş söhbət eləməyə çalışarıq. Bu gün isə söhbətimiz burada tamamı yetir. Sağ olun, gələn görüşlərə qədər.